Salam, xoş gördük. BTV gündəmi izləyirsiniz. Məktəb bufetlərində uşaqların sağlam qidalanması ilə bağlı şəhər sakinləri ilə birlikdə sorğu aparacağıq. Bəli, fikrimcə var. Yəni şirniyyatlar da var, ev şirniyyatları. Bunlar yaxşıdır. Belə paketlənmiş ərzaqlar da var. Biraz bunlar yaxşı deyil, amma ev şirniyyatları da var. Yəni çoxdan da bufetlərdə uşağım oxumaqla olmuram. Yəqin ki, hə. Yəni tamamilə gedib özüm görüb, yəni şahid olmamışam. Olar yəqin ki. Məndə nəvəm oxuyub olan razıdır. Bildiklərim yetəndə razıdır. Çox vaxt olmur. Yəni belə mağazində satılan şeylərdən qoyurlar demək. Ona görə. Biz də məsələn uşaqların tapşırıq kitab gedib almasınlar. Evdən yemək görsən qoyuruq onlara. Ancaq belə xoreyli yeməklər də xorey zad olanda onda məsələn hə deyirik ki, getsin otursunlar. Amma belə kəm şeylərini çox qoymur. Çünki keyfiyyətləri olmur. Mənim adım Kiyandır, 13 yaşım var, 20 nömrəli məktəbdə oxuyuram. Bufetdən məlumat deyə bilərəm ki, bizdə çox yaxşı yemək verirlər. Orada həm ev yeməyi verə bilərlər, həm də elə bil marketdən nə satırlar, orada da bizə verirlər. Yeməklər çox dadlıdırlar. Mənim çox xoşuma gəlir. Məncə neytraldır bu. Yəni həm var, həm yoxdur. Yəni bunu bütün məktəblərə aid edə bilmərəm təbii ki də bir fikri. Yəqin ki, məktəb bufetləri nəzarət altındadır. Yəni deməli məktəbin direktorları, xüsusi təşkilatlar nəzarət edir. Yəqin ki, pis olmaz. Çünki orada çoxlu sayda uşaqlar qidalanır. Yəqin ki, problem olmaz. Düz halbuki bizdə uşaqlar az istifadə edirlər də, amma gedirlər, hərdən olanda gedirlər.